günün qarşısında İbadovlar ailəsi kanalımıza müraciət edib. Hal-hazırda İbadovlar bizim qarşımızdadır. Buyurun, təqdim edin. Məsələ nədir? Mən İbadov Samir Qəriboğlu. Bizim işimiz hal-hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsindədir. Bizim şikayətimiz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyevdən və bizim işimizə hal-hazırda baxan hakim Asif Əliyevdəndir. Mənim yanımda dayanan şəxs İbadov Qərib mənim atamdır. O 1998-ci ildə Dəyirmanın keçmiş direktoru işləmiş Həşimov Vahidin sifarişi ilə tutduğu killer tərəfindən, Dadaş Hüseynov tərəfindən makar tipli tapanca ilə güllələnmişdi. 2000-ci ildə bu cinayətin üstünü Daxili İşlər Nazirliyi açmışdı. Lakin buna baxmayaraq Həşimov Vahidin bir nömrəli adamı olan Ramiz Mehdiyev tərəfindən Ramiz Mehdiyevə verdiyi külli miqdarda milyonlarla rüşvət hesabına bu cinayət üstü örtbasdır olunmuşdu. Lakin buna baxmayaraq biz illərləndir şikayətlər elədik Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, dəfələrlə biz aksiyalar elədik, Cənab Prezidentə Mehriban xanıma şikayət elədik və Ramiz Mehdiyev neçə illərdən sonra həbs olunandan sonra bu cinayətin üstü Baş Prokurorluq tərəfindən 2023-cü ilin sentyabr ayında açıldı, göndərildi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə. Artıq Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 3 ildir bizi süründürür, bizim işimizə düzgün baxmır. Məhkəmənin təzə başlayan vaxtlarında bizim işimizə Fəmin Hümbətov adlı hakim baxırdı. Fəmin Hümbətovun bizim məhkəməyə baxdığı müddət ərzində, deməli 30 prosesdən, baxın burada da qeyd olunub, 30 prosesdən 22-si süni şəkildə heç bir səbəb göstərilmədən təxirə salınır. Və biz etiraz olaraq, bəli, proseslər 30 prosesdən 22-si süni şəkildə heç bir burada səbəb göstərilmədən təxirə salınır. Fəmin Hümbətovun hakimlik elədiyi dövründə. Və biz etiraz olaraq Ali Məhkəməyə, Apellyasiya Məhkəməsinə, Məhkəmə Hüquq Şurasına müraciət elədik, şikayət ərizələri yazdıq, tərkib üzvləri hakimlər dəyişdirildi. Artıq dekabr ayında bizim işimizə Asif Əliyev adlı hakim təyin olundu, o sədrlik elədi. Onun da bizə 6 ay müddətində sədrlik elədiyi bizim məhkəmə müddətində bizi 6 aydır süründürüb. Deməli, iyun ayının 1-nə sonuncu məhkəmə təyin olundu və ayın 8-nə. İyun ayının 1-i artıq çıxışlar mərhələsi idi. Dövlət ittihamçısı, yəni prokuror, cinayətkar Həşimov Vahidə 15 il həbs cəzası istədi və bundan sonra bizim vəkil və mənim atam zərər çəkmiş şəxs İbadov Qərib bizim qaldırdığımız, bizə vurulan ziyanı, mülki iddianın təmin olunmağını tələb elədik və Həşimov Vahidə qatil cinayətkara ağır cəza verilməsini tələb elədik. Yekunda cinayətkar Həşimov Vahid və onun vəkili çıxış eləməli idi. Onun vəkili süni şəkildə məhkəmə proseslərini bilərəkdən uzatmaq üçün yalandan dedi ki, mən xəstəyəm, bəs mən çıxışa hazır deyiləm, mən gedim xəstəxanada müalicə alım, hasan mən sağalaram, onda gələrəm, iştirak eləyərəm. Bunun o dediyi təmin olunmadı. Həşimov Vahidin vəkilinin bu istəyi təmin olunmadı. Hakimlər ona xəbərdarlıq elədi ki, bəs sən növbəti proses ayın 8-nə təyin olunacaq, çıxışına ayın 8-ə hazır olmalısan. Amma biz belə başa düşdük ki, bu qurama şou idi. Ayın 8-də artıq hökm oxunmalı idi. Həşimov Vahidə cinayətkara bizim qaldırdığımız mülki iddia, zərər çəkmiş şəxsin qaldırdığı mülki iddia təmin olunmalı idi. Hakimlər tərəfindən bu təmin olunmadı, hökm oxunmadı və yenidən bilərəkdən Həşimov Vahidin vəkili İkram Abdullayev süni şəkildə məhkəməyə çıxışlara hazır olmadığını bildirdi. Onun bu istəyi yenidən bilərəkdən təmin olundu və bundan sonra biz məhkəməyə, hakim Asif Əliyevə etiraz olaraq bildirdik ki, artıq məhkəmə 3 ildir bizə maddi və mənəvi ziyan vurur. Biz məhkəmə proseslərində iştirak eləməyəcəyik və sizlərdən də imtina eləyəcəyik. Onlar da bizə bildirdi ki, get har etsən şikayət eləginə, siz olmasaz da biz bu məhkəmə proseslərini keçirdəcəyik. Hətta mənim atam İbadov Qərib, zərər çəkən şəxs, məhkəmənin sədri Rəşad Əliyevin də qəbulunda olub. O da mənim atama bildirib ki, səni bura kim göndərib, get haqqını onlardan tələb elə. Biz sənin haqqını bərpa eləməyəcəyik. Halbuki 2023-cü ildə bu işi bura Baş Prokurorluq asıb göndərib. Bu insanı zərər çəkmiş şəxs kimi tanıyıb, Həşimov Vahidi də cinayətkar şəxs kimi tanıyıb. Amma Sumqayıt Ağır Cinayətlər Məhkəməsi bizim işimizə baxmır. Biz bilmirik məqsədli və yaxud məqsədsiz şəkildədir bu. Gəlsinlər, məhkəmənin sədri Rəşad Əliyev, bizim məhkəməni keçirdən şəxs hakim Asif Əliyev bizə açıqlama versin. Bizim şikayətimiz Sumqayıt Ağır Cinayətlər Məhkəməsindəndir konkret. Və biz Cənab Prezidentə, Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə, əsas Cənab Prezidentə və Mehriban xanıma müraciət edirik ki, xahiş edirik sizdən artıq dərəcədə bizə köməklik göstərəsiniz. Bir də bir şey əlavə eləmək istəyirəm. Deməli, Həşimov Vahid 1-ci və 98-ci ildə Dadaş Hüseynova sifarişi verməzdən qabaq o Ramiz adında şəxsi sifarişi vermişdi. Killer onu tutmuşdu. Onun da ləqəbi Mercedes olub. Deməli, bu Mercedes Ramiz sifarişi yerinə yetirmədiyinə görə əksinə gəlib mənim atamgilə xəbərdarlıq elədiyinə görə ki, bəs Həşimov Vahid sifariş verib ki, səni gülləliyim, sifarişi yerinə yetirmədiyinə görə Həşimov Vahid onu bilib,
onu 28 may metrosunun yaxınlığındakı Dəmir Yolu Polis İdarəsinin ərazisində 6-7 dənə güllə ilə makar tipli tapanca ilə öldürtdürüb. Və bundan sonra Dadaş Hüseynova sifarişi verib. Həmən Dadaş Hüseynov sifarişi tam yerinə yetirə bilmədiyinə görə, mənim atam aldığı güllə yarasından sağ qaldığına görə, üstündən bir neçə ildən sonra hətta Dadaş Hüseynov Həşimov Vahiddən əlavə yenə pul istədiyinə görə, deməli Həşimov Vahid onun öz mühafizəçisi işləmiş, Qulu Muxtarova sifariş verib ki, Dadaş Hüseynovu öldürsün. Həmən Dadaş Hüseynova onun mühafizəçisi işləmiş, Qulu Muxtarov Bakı Qazax yolu tərəfdə dərənin yanında qollarını, boğazını kəsərək öldürüb, dərədən aşağı atmışdı. Yəni bu cürünə ağır iş gedir hal-hazırda burada. 3 ildir bu məhkəmə bizi süründürür. Bu insana dəymiş maddi, mənəvi, mülki iddiası təmin olunmur. Təmin olunmursa, deməli bu insan zərər çəkmiş şəxs kimi tanınmır. Həmən Həşimov Vahid də cinayətkar şəxs kimi hesab olunmur. Yəni bu bəraətdən başqa bir şey deyil. Yəni mənim deyəcəyim bu qədər. Zərər çəkmişsiniz də. Bəli, zərər çəkmişəm. Adım İbadov Qayri Bələkbəroğlu. İbad bəy, bax məsələ nədən qaynaqlanır? Məsələyə qaynaqlanır, mən qısa və konkret deyəcəm. 97-ci ildə Həşimov Vahidin qardaşı oğlunu oğramışlar. 14 nəfərdən ibarət cinayət qrup. Qalmışdı pis vəziyyətdə. Vahidin də o vaxt dəyirmanın direktoru işləyirdi, milyonları var idi. Onlardan 2 milyon pul istəyiblər. Həşimov Vahid də gəlib, qardaşım gəldi onların evinə, qardaşı Tofiqdir. Ki, desin ki, Allah yolunuzu açın da. Vahid də bu qardaşımı gözləyirdi. Ayağının altına yıxıldı ki, mənə ancaq sən kömək eləyə bilərsən, qurban olum, başıma dönüm, bəs mənim qardaşım oğlunu xilas elə. Qardaşım da başını soxdu bu oyuna. Getdi Loto Baxtiyara, Baxtiyar da bayılda yatırdı. Onunla danışdı. Baxtiyar dedi, mən belə işlərə baxmıram, ancaq mən çalışaram sizə kömək edeyim. Bayıra da söz göndərdi ki, uşağı kim oğlayıb, bəs 2 milyon dollar pul istəyirlər Həşimov Vahiddən. Uşağı kimlər oğlayıbsa, mənim xətrimə uşağı buraxın. Nə summa verirlər, versinlər, buraxın. Deməli, 97-ci ilin mart ayında Həşimov Vahid gecə saat 2-də qardaşıma zəng edib, qardaşım da sahil metrosunun yaxınlığında yaşayır. Ki, gəlginə tez elə, qardaşım gəlib nə xəbərdir, bəs 210 min pul düzəltmişəm, 210 min dollar. Bunu apar oğullara çatdırmalısan. Qardaşım deyib, sənə qardaşım var, qohumlarım var, o var, bu var. Bəs mən nöş getməliyəm, deyir, yoxdur, mən heç kimə dəvlət eləməliyəm, özüm də gedə bilmərəm, mən dəyirmanın direktoruyam, məni öldürə bilərlər. Qardaşımı məcbur eləyib, mən səni deyir, həmişə qulluğunda adıram. Qardaşımı deməli aldatdı, 210 min dolları verdi, qaz 31 maşını da verdi qardaşıma. Qardaşım gecə saat 2-də deməli səslə sağa dön, sola dön, gəldim çıxası keşişə kapitanlığına, maşında dalını açığına görə bagajda adam var, yoxdur. Deməli, pulu götür filan daşın altına qoy. Qardaşım onları elədi, qorxu içində idi. Onların hamısını elədi, qayıtdı, gəldi anam gülün evimə. O vaxt anam sağ idi. Deməli, anam gülün evimə vəziyyəti pis idi. Bu cürdə bu proseslərə girmişdi. Həşimov Vahidin göstərişindən. Ondan sonra Həşimov Vahid dedi, əgər mənim deməli, qardaşım oğlunu sən xilas eləmişsənsə, deməli, sənin də əlin var burada. Deməli, istintaq getdi, 6-7 aydan sonra 14 nəfər cinayətkar ailəm hamısı tutuldu, qardaşımla da hamısını üzləşdirdilər. Heç biri qardaşımı tanımadı. Lakin buna baxmayaraq qardaşıma 220 ordu silahı və 226-cı maddə ilə narkotik maddə ilə maşında şey elədilər, qardaşımı 8 il həbs elədilər. Ondan sonra bizim aramızda mübahisə başladı. Dedim, Vahid, mənim qardaşımı sən nöş tutdun, sizə kömək elədi, sulqanımıza girdi, qardaşımın oğlunu xilas elədi. Vahid deyir, yox, mən bilmirəm, onun əli olmalıdır, uzada. 43 gündə Qorateyldə yatdı Məhərrəm Əliyev. Vahidi çağırdı ki, abalamının əli yoxdur. Bəs neyniyək? Vahid, neyniyək? Vahid də özün bilərsən. Halbuki qardaşımı bıraxdırmalıydı, qardaşıma 8 il verdilər. Ondan sonra bizim mübahisəmiz başladı, mənə dedi ki, görərsən, sən çox böyük danışırsan. 98-ci ilin mart ayında şəhəri deməli, Dadaş Hüseynov girdi, sonradan bilindi. Mənə ağız nahimdən makar tipli tabanca ilə güllə atdı. Güllə mənim bədənimdə oynadı, belimdə yandı. Ondan sonra bax belə, Həşimov Vahidi də deməli, 98-ci ildə Altın Daxili İşlər Nazirliyi bütün istifaqı açdılar. O həbs olunmalıydı, gəldi mənə yalvardı ki, Vahid, bəs sənə nə qədər lazımdır, mən sənə deyəcəyən ödəyirəm, nə qədər lazımdır, pul verirəm. Sən bəs get Daxili İşlər Nazirliyindən şikayəti götürmürəm. Mən dedim, mən heç yerə gedən deyirəm. Mən bu işin axırınacan gedəcəm. Mənə sənə pulun lazımdır. Deməli, o da dedi ki, rast ki, belədir. Mən sən bilirsən ki, güclü adamları var. Getdi Ramiz Mehdiyevlə ona milyonlarla dollar pul verdi. Ramiz Mehdiyevlə göstəriş verdi Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa.
Onlar da Ramiz Mehdiyevin qabağında aciz qaldılar və bu işi atdılar qırağa. Ondan sonra 22-23 ildir mən əziyyət çəkirəm. Mən 9 dəfə əməliyyat olunmuşam. Mən bilmirəm mən nə edeyim. Axırı 23 mən kanal deməli mən yoldaş mən getdim Mehriban xanımın qəbulunda oldum. Mehriban xanım da 2000-ci il yoxsa 19-cu il idi. Mehriban xanımın qəbulunda oldum. O da göstəriş verdi baş prokurorluğa sağ olsun. Baş prokurorluq da hələ məni çağırdılar. Dedilər sən Mehriban xanımın qəbulunda olmusan. Dedim bəli. Onlar bu cinayətin üstünü açdılar. Həşimov Vahid və onun telefonitini Cangüdəni. Kolon Muxtarov bu dəqiqə 3 ildir Kürdaxanı İstintaq Təcrübəxanasında bu dəqiqə yatırırlar. Bunlar da burada oyun, bu dəqiqə burada şou gedir, oyun gedir. Mən 3 ildir mən gəl get. Mən nə etməliyəm? Ha? Növbəti məhkəmə gələn ayın ikisindədir. İkisinə təyin edirlər. İyul ayının ikisinə təyin edirlər. Bizcə mən gəlməyəcəm o məhkəməyə. Biz orada mənim hələ hakim vəkilim də onlara dedi ki, biz gəlməyəcəyik. Dedi özünüz biləsiniz, biz öz bildiyimizi eləyəcəyik. Başa düşdük. Bunlar haqsız oturublar burada, mən başa açmıram. Mən bunlara şər atmaq fikrim yoxdur. Bunlar nə oyundan çıxırlar? Mən etiraz edirəm bu hakimlərdən. Mən müraciət edirəm. Nasıl? Buna baxacaq kim adam? Növbəti məhkəmə prosesi. Gələn ayın üçün. Dəqiq havası. Növbəti məhkəmə prosesini ayın ikisinə təyin ediblər. Amma yəni biz bu məhkəmə proseslərində iştirak eləmək fikrimiz yoxdur. Çünki bu insan zərər çəkmiş şəxsdir. Bunun bu insanın qaldırdığı mülki iddia, yəni təmin olunmayandan sonra, yəni beləncə məhkəmə bizə lazım deyil. Yəni hətta burada Həşimov Vahidin cinayətkar olmağa, yəni sübuta yetirilməsi barəsində bizim əlimizdə yəni kifayət qədər dəlil də var. Nə oldu Aysan? Bir xəstə. Əlində gör. Hə. Deməli, kifayət qədər dəlil var. Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qarolova ünvanladığı 26-cı ay 2000-ci il tarixli 1-35 nömrəli məktubda qeyd edilmişdir ki, Qərib İbadovun, yəni mənim həyatıma sui-qəsdin məhz Vahid Həşimov tərəfindən sifariş verilməsi əldə edilmiş əməliyyat məlumatları ilə təsdiq olunur. Yəni bütün sübutlar burada var, amma yəni 3 ildir bizi məhkəmə süründürür. Rəşad Əliyevdir, yəni mənim atama deyir ki, bu işi bura kim göndərib, get haqqı ona tələb elə. Halbuki bu yəni heç bir qanuna sığmır bu. Bizim şikayətimiz konkret məhkəmə, Sumqayıt məhkəməsindən, məhkəmənin sədri Rəşad Əliyevdən və məhkəmənin hakimi bizim məhkəmə prosesini keçirdən Asif Əliyevdəndir. Yəni bu qədər. Oldu. Təşəkkür edirəm. Dəyərli izləyicilər, İbadovlar ailəsi çox çətin durumdadır, ağır vəziyyətdədir. Təzyiqlərə, təqiblərə məruz qalıblar. Hal-hazırda biz Sumqayıt məhkəmə kompleksinin qarşısındayıq. Biz də kanallarımız vasitəsilə xahiş edirik ki, İbad müəllimin işinə dəqiq, həqiqi, subyektiv qərar verilsin. Təşəkkür edirəm. Kanalımızı izləyin, abunə olun, paylaşın.